Tarixin qaranlıq səhifələri, gizli sığınacaqlar, bütün bunların ardı növbəti videoda. Görüşərik. Albaniyada metro olmasa da onun yerinə sizi 2-ci Dünya müharibəsinin yeraltı sığınacağına aparacağam. Tirana şəhərində yerləşən Bunkart muzeyindəyik. Bura tikiləndə hökumət üzvləri və yüksək rütbəli hərbçilər üçün sığınacaq kimi nəzərdə tutulmuşdu. Məkan günümüzdə muzeyə çevrilib. Bunkerdə müxtəlif yaradıcı insanların 41-45 müharibəsinin xaosunu əks etdirən əsərləri nümayiş olunur. Hər küncdə qanlı döyüşlərin qalıqları, partlayan bombalar, telefonlar, dinləmə aparatları və digər məxfi materiallar var. Muzey boyu fonda asta səslə əsgərlərin addım səslərini eşidirsən. Yaşanıb qopan milyonlarla insan həyatının vahiməsini yaşayırsan. Bu qaranlıq dəhlizdə gəzəndə anlayırsan ki, tarix yaşandığı anında kitabda yazılanlardan daha çox şey deməkdir. Amma bu dəhlizlərin sonunda tamam başqa bir reallığa gəlib çıxdı. Burada divarda çoxlu optik illüziyalı rəsm var və diqqətlə baxanda görüntü sənin beynini manipulyasiya eləyir. Düşünürəm ki, bu otaq müharibənin insan psixikasında buraxdığı izləri ziyarətçilərə hiss elətdirmək üçündür. Və indi biz bu sığınacaqdan çıxırıq. Yeraltı keçmişdən yuxarı, gün işığına doğru. Bu arada növbəti videoda Montenegronu gəzirik. İzləmədə qalın. Görüşərik.